Salam İnforas kanalının dəyərli izləyiciləri, bu gün də maraqlı sualla qarşınızdayıq. Bu cür suallarda ilk öncə nə edirik? ASCII əlifbasında məlumat necə bit yer tutur? 8 bit. 16 simvolu minimal əlifbada, 16 simvol 2 üstü 4 isə burada neçə bit yer tutacaq? 4 bit. Deməli, əvvəlcə həcm h idi. ASCII-dən nəyə çevrildi? 8 bitdən 4 bitliyə çevrildi. Yəni neçə dəfə azaldı? 2 dəfə. Vurulsun 2 dəfə yer. Daha sonra yarısı silindi. Yarısı silinməsi nə deməkdir? Yarısı silinməsi oldu ki, yəni bunu bir dəfə də 2 dəfə vuracağıq. Daha sonrası 20% arxivləşdirildi. 20% arxivləşdirilmədə ki, 20% arxivləşdirilibsə %80, yəni 80% qaldı. Huzur yaza bilərik. Buradan da olur 4də 1 h. Bunlar ixtisar gedir 5 dəfə, 4 dəfə. Vurulsun 5də 4. Bu da eləyir 4-lər gedir 5də 1 h. Deyir ki, nəticədə nə qədərdir informasiya həcmi? 20 bayt. Buradan h bərabərdir nəyə? 100 bayt. Deməli, ilkin olaraq informasiyanın həcmi nə qədərmiş? 100 baytmış.